Xoş gördük. Müsavat TV-nin efirində həftənin manşetinə baxırsınız. Qarşıdakı dəqiqələrdə bu həftə ərzində baş verən siyasi, iqtisadi, sosial hadisələrdən xəbər tutacaqsınız. Bu həftənin ən çox müzakirə olunan mövzusu dünya ölkələrinin Avstraliyanın Brisbane şəhərində keçirilən G20 samiti oldu. Samitdə əsasən Rusiya, onun beynəlxalq siyasəti və Ukraynadakı böhranda rolu müzakirə mövzusu oldu. Noyabrın 15-də Avstraliyanın Brisbane şəhərində böyük 20 liderlərinin samiti baş tutub. Samitin ən yadda qalan məqamı Rusiya prezidenti Vladimir Putinin Ukrayna siyasətinə görə tənqidlərə məruz qalması olub. Liderlərin Ukrayna böhranına görə Rusiyanı sərt şəkildə tənqid etməsi Rusiya prezidenti Vladimir Putinin çətin anlar yaşamasına səbəb olub. Kanadanın baş naziri Stephen Harper Putinlə görüşərkən sizin əlinizi sıxıram, ancaq sizə bir şey söyləmək istəyirəm. Ukraynadan çıxmanız lazımdır deyib. Putin üçün digər xoşagəlməz hadisə isə ABŞ prezidenti Barack Obamanın Rusiyanın Ukrayna siyasətini Ebola epidemiyası və IŞİD terror təşkilatına bənzətməsi olub. Ukrayna məsələsinə görə ittihamları qəbul etmələrinin qeyri-mümkün olduğunu vurğulayan Rusiya Xarici İşlər Nazirinin müavini Sergey Ryabkov bölgədə təcavüzkar siyasətin olmadığını iddia edib. Vladimir Putinin İngiltərə, Fransa və Almaniya liderləri ilə görüşlərində də gündəm Ukrayna olub. Almaniya kansleri Angela Merkel Avropa Birliyinin Rusiyaya qarşı sanksiyaları genişləndirməyi düşündüyünü, mövcud vəziyyətin qənaətbəxş olmadığını bildirib. Avstraliyada Rusiya nümayəndə heyətinə qarşı etiraz aksiyası da keçirilib. Bu ölkədə yaşayan Ukraynalılar samitin keçirildiyi yerə gələrək Rusiyaya və Putinə etiraz ediblər. Böyük Britaniyanın baş naziri David Cameron da Brisbane'də keçirilən G20 samitinin nəticələri ilə bağlı məqaləsində dünya iqtisadiyyatının yeni qlobal maliyyə böhranı astanasında olduğu barədə xəbərdarlıq edib. The Guardian qəzeti xəbər verir ki, Britaniya hökumətinin başçısı 6 il bundan əvvəl dünyanı diz üstə çöktürən maliyyə böhranından sonra dünya iqtisadiyyatını yenidən təhlükə gözlədiyini bildirib. Süjetimizi izlədik. İndi isə G20 samitinin nəticələrini və həftənin digər siyasi hadisələrini şərh etmək üçün studiyada qonağımız var. Politoloq Elxan Şahinoğlu. Xoş gəlmişsiniz. Salam. Elxan bəy, G20 samiti dünya siyasətində nəyi dəyişdi? Rusiyaya qarşı sanksiyalar güclənə bilərmi? Bilirsiniz, çox önəmli samit idi. Hətta samitdən öncə belə deyimlər var idi ki, ola bilsin heç Rusiyanı dəvət etməsinlər. Çünki samit Avstraliyada keçirildi və Avstraliyanın baş nazirinin çox sərt açıqlamaları var idi Putinlə bağlı. Amma Putini dəvət etdilər və öz sözlərində Putinə dedilər ki, Rusiya Ukraynadan çıxmalıdır, qoşunlarını çıxartmalıdır. Amma Putin yenə də inadkarlıq nümayiş etdirdi. Putin nə istəyirdi əslində bu samitdə və son zamanlarda da siyasətində bu görsəniz, Putin istəyir ki, Amerika Birləşmiş Ştatları ilə Avropa Birliyi ölkələri arasında fikir ayrılığı yaransın Ukrayna məsələsində. Amma Amerika Birləşmiş Ştatlarının prezidenti və Avropa Birliyi ölkələrinin liderləri bir də Avstraliyada Putinə göstərdilər ki, Ukrayna məsələsini onlar yeşdirdilər. Rusiyanın qoşunlarının bölgədən çıxarılmasını istəyirlər. Putin hələ ki müqavimət göstərir, amma mən düşünürəm ki, vəziyyət getdikcə gərginləşir Rusiya ətrafında da. Çünki neftin də qiymətləri düşür, bunun da böyük təsirləri var Rusiya iqtisadiyyatına və artıq Rusiya iqtisadiyyatında dərin problemlər yanır. Yəni Putin seçim qarşısındadır. Ya indiki siyasətini davam etdirəcək və özünü dünya ilə qarşı-qarşıya qoyacaq, ya da hansısa bir geri addım atıb dünya birliyinə dil tapmağa çalışır, amma bunun üçün ilk növbədə Ukrayna ərazi bütövlüyünü rəsmən tanımalı və oradakı Rusiyanın vuruşan dəstələrini Ukraynanın şərqindən çıxartmalıdır. Sanksiyalar Rusiyaya necə təsir edir? Sanksiyalar çox ciddi təsir edir. Yəni iqtisadiyyatdan çox ciddi təsir edir. Rubl dəyərdən düşür, inflyasiya artır, neft. Fikir verin, Rusiyanın əsas gəlir mənbəyi neft və qaz satışından əldə edir. Əgər neftin qiymətləri düşürsə, aydın məsələdir ki, gəlirləri də azalar. Rublu müəyyən səviyyədə saxlamaq üçün bir ayda təsəvvür edin 30 milyard dollar xərcləyirlər. Hətta ehtiyat fonunda 500 milyard dollara yaxın pul olsa belə Rusiya hər ay 30 milyard dollar itirmək Rusiya üçün çox böyük itkidir. Ona görə son anda qərar verdilər ki, rublu öz səviyyəsində buraxsınlar. Amma yenə də rublun dəyərdən düşürsə bu iqtisadiyyata mənfi təsir edir. Ona görə yenə də təkrar edirəm, Putin nə qədər özünü məğrur göstərməyə çalışsa da ki, heç nə güya baş vermir, amma real hadisələr baş verir. Bunu Rusiyalı nazirlər də qeyd edirlər ki, əgər neftin qiyməti sabitləşməsə, iqtisadiyyatda önəmli addımlar atılmasa, Rusiyanın çox ciddi sınaqlar gözləyir. Hətta indiki sanksiyalar səviyyəsində, amma sanksiyalar yenidən sərtləşə bilər. Bölgədə Rusiyanın zəifləməsi Azərbaycana nə vəd edir?
Bilirsiniz, Rusiyanın bölgədə zəifləməsi əslində Azərbaycana belə deyək də mənfi təsirləri də var. Çünki bəziləri deyirdilər ki, güya Rusiyanın başı Ukraynaya qarışıbsa, digər bölgələrə enerjisi çatmaya da bilər. Amma biz görürük ki, Cənubi Qafqazda da təsirləri yenə də qalır. Fikir verin, avqustda atəşkəs ciddi şəkildə pozuldu. Bunu Ermənistan tək başına edə bilməz. Ermənistanın arxasında Rusiya dayanır. Və yaxud biz indi haqlı olaraq səmada sərhədimizi pozan erməni helikopterini vurduq. Burada da Rusiyada müəyyən dairələrin təxribatı deyənə bilər. Çünki Ermənistana anlatmalıdırlar ki, Paris görüşündən sonra hərbi təlimlər keçirmək doğru deyil. Bu bizi təxribata çəkmədir. Bir var hərbi təlimləri Dağlıq Qarabağda keçirsin, bir də var Dağlıq Qarabağın elə bir ki, sərhədini də keçiblər. Yəni bütün bu olaylar görünür ki, Rusiyanın hakimiyyət dairələri tərəfindən idarə olunur. Ona görə də Ukraynadakı hadisələr əslində Rusiyanın diqqətini belə deyək, yayındırmayıb. Yenə də Azərbaycana və bölgəyə müəyyən təsirlər var. Yenə də bizdən tələb edirlər ki, biz kömürlü ittifaqı, Avrasiya İqtisadi Birliyinə üzv olaq. Amma bir məsələ də məlumdur ki, biz də Ukraynadakı hadisələrə çox diqqətlə izləyirik. Çünki həqiqətən biz görürük ki, oradakı prosesdən bizə də təsir var. Eyni separatçılığı Rusiya orada da dəstəkləyir. Ona görə Rusiya Ukrayna siyasətinin dəyişməməsi həm də ondan xəbər verir ki, Rusiya digər bölgələrdə də separatçılara dəstək verməyə də davam edəcək. Elxan bəy, bu həftə Türkiyənin Azərbaycandakı keçmiş səfiri Ünal Çeviköz çıxışında bildirdi ki, Türkiyə ilə Ermənistan sərhədinin açılması Dağlıq Qarabağ münaqişəsinin həlli üçün də müsbət bir addım ola bilər. Sizcə bu bəyanat nəyə əsas verir? Türkiyə Ermənistanla münasibətlərinə və sərhədin açılması məsələsinə yenidən baxa bilərmi? Ünal Çeviközün məqaləsini mən oxudum, Hürriyyət qəzetində dərc olunmuşdu. O hətta belə bir fikir də söyləyir ki, əslində bu sərhədin qapalı qalması Dağlıq Qarabağ münaqişəsinin həllinə də belə deyək də, müsbət təsiri olmayıb. Hardasa haqlıdır Ünal Çeviköz. Bəli, 20 ildə bu sərhədin qapalı qalması, belə deyək, münaqişənin əlinə müsbət təsir etmir. Amma burada bir məsələ var. Bilirsiniz, indi Ermənistanda iqtisadi və sosial vəziyyət ağırdır. Ona görə indiki vəziyyətdə qəfil Türkiyənin sərhədi açması bir qədər Ermənistana nəfəslik də verə bilər. Bir də Azərbaycan-Türkiyə münasibətləri məncə müəyyən mənfi təsirlər ola bilər. Mən Türkiyəni anlayıram, Türkiyə siyasi dairələrini anlayıram. Çünki ermənilər aprel ayında dırnaqsız soyqırımın 100 illiyinə çalışırlar. Türkiyə əlavə problemlər yaradacaqlar. Seminarlar, konferanslar bəzi dövlətlərdə yenə də dırnaqsız soyqırım tanınması çalışmaları başlayacaq. Yəni bunlar hamısı anlaşılıqlıdır və Türkiyə çalışır ki, erməni lobbisini və Ermənistan bu çalışmalarını neytrallaşdırsın. Və bu məqsədə müəyyən planları var. Bu planın tərkib hissəsi kimi tutaq ki, Türkiyənin baş naziri Əhməd Davutoğlu özünə erməni mənşəli bir şəxsi müşavir təyin etdi. Və yaxud indi də bu Ermənistanla sərhəd məsələsinin açılması müzakirə predmeti olub. Ünal Çeviköz sıradan da bir diplomatdır, siz də qeyd etdiniz. Azərbaycanda səfir işləyib, sonra Ankaranın Ermənistanla danışıqlarına məsul bir diplomat olub, yəni tanınmış bir şəxsdir. Bu baxımdan ola bilsin ki, Türkiyə hakimiyyəti Azərbaycan və Ermənistanın nəbzini də yoxlayır. Amma məsələ burasındadır ki, Türkiyə prezidenti, indiki prezidenti Rəcəb Tayyip Ərdoğan baş nazir olarkən Azərbaycana gəldi və bir vəd verdi ki, Dağlıq Qarabağ münaqişəsinin həll olunmadan, irəliləyiş olmadan biz Ermənistanla sərhədi açmayacağıq. Ola bilsin Davutoğlu'nun da fərqli siyasət yürüdür, sanki Ermənistanla münasibətləri normallaşdırmaz. Amma son söz Türkiyədə, yenə təkrar edirəm, prezidentin Ərdoğan və mən düşünmürəm ki, Ərdoğan vədindən geri çəkilsin. Çünki Dağlıq Qarabağ danışığında bir irəliləyiş yoxdur. Məsələnin digər tərəfi var. Əgər yenə də Türkiyə hakimiyyəti Azərbaycanla az məsləhətləşərək Ermənistanla sərhədi açmaq təşəbbüslərini ortaya qoyarsa, mən düşünürəm ki, bu yenidən 2008-ci ildə olduğu kimi Türkiyə-Azərbaycan münasibətlərində müəyyən mənfi çalarlar gətirə bilər ki, bu indiki zamanda heç kimin xeyrinə deyil. Türkiyə-Azərbaycan münasibətlərinin qəfil gərginləşməsi Ermənistan, Rusiya və İrandakı dairələrinin xeyrinədir. Biz 2008-ci ildə bunu yaşadıq. Ona görə mən düşünürəm ki, ola bilsin erməni lobbisinin, Ermənistanın bu lobbi çalışmalarını neytrallaşdırmaq məqsədi daşıyır Ünal Çeviközün bəyanatı. Amma Türkiyə hakimiyyəti, Türkiyənin prezidentinin Dağlıq Qarabağ siyasətinin, Ermənistan siyasətinin dəyişəcəyini mən gözləmirəm. Elxan bəy, bu həftə Dağlıq Qarabağ münaqişəsi ətrafında müzakirələr nə yadda qaldı? Nərgiz xanım, yenə də əsas müzakirə predmeti Ermənistan helikopterinin vurulmasıdır. Dağlıq Qarabağ kənarında, Ağdam səmasında vurulmasıdır. Çox təəssüf ki, beynəlxalq aləm buna adekvat reaksiya vermədi. Düzdür, Azərbaycanı ittiham etmədilər ki, niyə helikopteri vurmusunuz? Amma birmənalı da demədilər ki, Ermənistan niyə bu hərbi təlimləri keçir? Niyə bu hərbi təlimlər Dağlıq Qarabağ sərhədini aşır? Niyə Parisdə prezidentlərin görüşündən sonra ümumiyyətlə Ermənistan təxribata gedərək bu hərbi təlimləri keçir? Bu suallar da verilmədi və çox təəssüfləndirici haldır ki, bu günlərdə ATƏT-in Minsk qrupunda çox belə
məntiqsiz bir bəyanatınla da biz rastlaşırıq ki, deyirlər ki, güya neytral zonada helikopter vurulub. Necə yəni neytral zonada? Konkret olaraq bu iki ifadə işlətmək olar. Yaxşı, işğal altındakı torpaqlarda helikopter vuruldu ifadəsini işlədə bilmirsiniz. Heç olmasa yazın ki, bu Ağdamın səmasında vuruldu, bu Dağlıq Qarabağdan kənarda vuruldu. İndi də güya düzəliş etdilər. Mən dünən baxdım, güya ki, belə məskunlaşmamış ərazidə. Yəni, bu da heç fərq etmir. Yəni, yazın məskunlaşmamış ərazi və yaxud neytral ərazi. Yəni, konkret yazılmalıdır ki, bu hansı ərazidə vuruldu? Çünki beynəlxalq aləmdə bilməli idi ki, Dağlıq Qarabağ separatçılar Ermənistanla birlikdə bu hərbi təlimləri Dağlıq Qarabağdan kənara keçiriblər. Ki, Azərbaycan da rəsmən bəyan edib ki, artıq bu Azərbaycan səmasını pozan təyyarələr və helikopterlər vurulacaq. Bu əslində vəziyyət biraz da mürəkkəbləşdirə bilər. Çünki Ermənistan hakimiyyəti bu seçim qarşısında qalır. Ya bu təlimləri yenidən bərpa etmək və bu müharibə riskini artacaq, ya da geri addım atmaq. Amma mən ki, Ermənistan hakimiyyətinin addımlarını görürəm, mən düşünmürəm ki, onlar geri addım atacaq, yenə də təxribata gedə bilərlər. Ola bilsin ki, biz helikopteri vurandan sonra onlar yenə də təxribat edib hansısa bizim posta hücum edə bilərlər. Amma anlamalıdırlar ki, yenə də bizim hansısa bir posta hücumu olsa, bu Azərbaycanın əks cavabı ilə yadda qalacaq ki, bu da bölgədə müharibə riskini artırır. İlxan bəy, bu həftə Müsavat Partiyasında da ciddi hadisələr baş verdi və partiyanın əsas fiqurlarından biri olan Hikmət Hacızadə partiyadan istefa verdi. Sizcə Müsavat Partiyasında vəziyyət hansı istiqamətdə gedir? Bilirsiniz, çox təəssüf ki, mən Müsavatdakı hadisələri də izləyəndə o biri partiyalarda inkişaf edən hadisələrdən elə bir fərq görmədim. Çox təəssüf ki, bizim partiyalar bir şəxs əsasında formalaşır. Bu şəxslər nə qədər populyar olsa da, yəni ideologiya əsasında formalaşmır. Yəni şəxsə baxıblar partiyaya daxil olub. İndi o şəxs yoxdur. Necə ki, vaxtilə Əbülfəz Elçibəy rəhmətə getdi, Xalq Cəbhəsi partiyası az qala 3-4 yerə parçalandı. Çünki insanlar görünür o partiya ideologiyaya görə, məhz Əbülfəz Elçibəyə görə gəlmişlər. Və indi də görünür ki, İsa Qəmbər partiyadan getdi və narazılıqlar yarandı və indi ikitirəlik yaranıb faktiki və siz adını da çəkdiksiniz, Hikmət Hacızadə də partiyanı tərk edir, başqaları da tərk edir və sanki hadisələr ona doğru inkişaf edir ki, partiyanı daha çox insan tərk edə bilər və indi biz görürük ki, sanki bir müxalifət qrupu da formalaşıb ki, açıq deməyə lazımdır, başında da Qubad İbadoğlu dayanır və əgər bu nifaq getdikcə artarsa, mən ən pis proqnozu onda görürəm ki, ola bilsin ki, Qubad İbadoğlu tərəfdarlarla ya partiyadan ayrılsın, ya da yeni partiya qursunlar ki, bu da əslində Müsavatın həm gücünün, həm də enerjisinin çox təəssüf ki, itirilməsi demək olacaq. İlxan bəy, bu həftə Batumidə keçirilən Şərq tərəfdaşlıq forumunu necə qiymətləndirirsiniz bölgədəki siyasi vəziyyət baxımından? Bilirsiniz, Nərgiz xanım, Şərq tərəfdaşlıq proqramında Azərbaycan da iştirak edirdi. Amma Azərbaycan, Gürcüstan, Ukrayna və Moldovadan fərqli olaraq Brüssellə assosiativ anlaşma imzalamadı. Buna baxmayaraq Azərbaycan həm hökumət səviyyəsində, həm də qeyri-hökumət səviyyəsində, ya qeyri-hökumət təşkilatları səviyyəsində bu toplantılarda iştirak edir. Mən Batumi toplantısını da diqqətlə izlədim. Yenə də biz müəyyən təxribatlarla üzləşdik ki, ermənilərin tutaq idarə etdiyi hansı qruplar nəsə bir təxribat yaratmağa çalışır. Amma məsələ burasındadır ki, Azərbaycanın problemləri var və biz bu problemləri özümüz həll etməliyik. Yəni, tutaq ki, Azərbaycan hakimiyyəti qəbul etmir ki, Azərbaycanda siyasi məhbuslar var. Adını nə qoyursunuz qoyun, yeni bir termin də tapılıb, mübahisəli məhbuslar. Mən onun da əleyhinədəyim. Adını qoyaq mübahisəli məhbuslar və Avropa Şurasına indi bir işçi qrup da yaranıb. Yetər ki, bu problemi biz həll edək. Ona görə mən Batumi sammitini izləyəndə çox belə təəssüfləndirici hal oldu ki, yenə də ermənipərəst hansısa qruplar bizim daxili problemlərimizdən istifadə edərək bu məsələlərin ön plana gətirir. Halbuki biz yenə də deyirəm, Azərbaycan mübahisəli məhbuslarla yadda qalmamalı. Azərbaycan qeyri-demokratik və qeyri-şəffaf seçkilərlə yadda qalmamalı. Biz başqa işlərimizdən yadda qalmamalı. Əksinə, məhbuslar da olmamalıdır, mübahisəli məhbuslar. Azərbaycanda seçkilər də demokratik keçirməlidir. Biz başqa məsələləri beynəlxalq təşkilatlarda ön planda tutaq və ən önəmlisi də odur ki, indi biz Şərq tərəfdaşlığı proqramında fəal iştirak ediriksə, biz də Moldova, Gürcüstan və Ukrayna kimi nəhayət ki, yaxın gələcəkdə Avropa Birliyi assosiativ anlaşmanı imzalayacaq. Çox sağ olun İlxan bəy, studiyamıza gəldiyinizə görə və siyasi hadisələri təhlil etdiyinizə görə təşəkkür edirik. Mən təşəkkür edirəm sənə, Nərgiz xanım. Bu həftənin əsas iqtisadi hadisələrindən biri də Milli Məclisdə növbəti ilin dövlət büdcəsinin müzakirəsi oldu. Millət vəkilləri daha çox kreditlərin faiz dərəcələri, ipoteka fondu və sosial müdafiə məsələlərinin müzakirəsinə toxundular. Ekspertlər tərəfindən növbəti ilin dövlət büdcəsi sosial yönümlü büdcə adlandırıldı. Növbəti ilin dövlət büdcəsi haqqında daha ətraflı məlumatları süjetdən izləyək.
Bu həftə Milli Məclis Azərbaycan Respublikasının 2015-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsinə başladı. Spiker Oqtay Əsədovun sədrliyi ilə keçirilən müzakirələrin ilk gündən etibarən Baş nazir Artur Əszadənin başçılığı ilə hökumət üzvləri iştirak edirdi. 3 gün davam edən büdcə müzakirələri maraqlı çıxışlarla yadda qalıb. Qeyd olunub ki, 2015-ci ildə büdcə gəlirlərinin 1 milyard manat artırılması nəzərdə tutulub. Qeyri-neft sektorunun gəlirləri 2013-2014-cü ilin gəlirlərindən 1,5 dəfə çoxdur. 2015-ci ilin dövlət büdcəsində neftin qiyməti $90 müəyyən edilib. Dünya bazarlarında isə neftin qiymətinin 75-80 dollara enməsi ehtimalı var. Bu durum bəzi deputatların narahatlığına səbəb olub. Gərgin müzakirələrə səbəb olan məsələlərdən biri də Azərbaycanda banklarda kredit faizlərinin yüksək olması və bunun vətəndaşların həyatına mənfi təsir etməsi faktı olub. Milli Məclisdə büdcə müzakirələri zamanı bu məsələyə toxunan Zahid Oruz da yüksək faizli kreditlərin bəzi insanların həyatını məhv etməyə qədər mənfi nəticələrə səbəb olduğunu bildirib. Bundan əlavə ipoteka kreditləri, gənclərin mənzil problemləri, müəllimlərin maaşlarının artırılması və digər məsələlər də müzakirə mövzusu olub. Millət vəkilləri hökumətə təkliflər səsləndiriblər. Ekspertlər isə 2015-ci ilin büdcəsini sosial görünümlü adlandırsalar da, neft amilindən dolayı gələn il dövlət büdcəsinin çətinliklərlə üzləşə biləcəyini proqnoz edirlər. İndi isə həftənin iqtisadi hadisələrini təhlil etmək üçün studiyada qonağımız var, iqtisadçı ekspert Natiq Cəfərli. Xoş gəlmisiniz Natiq bəy. Xoş gördüm. Natiq bəy, başlayaq dünya bazarındakı iqtisadi vəziyyətdən, necədir neftin qiyməti birjalarda və başqa digər məhsullar? Ümumiyyətlə, dünyada iqtisadi proseslər çox maraqlı bir məcrada gedir və neftin qiymətinin enməsinin çox ciddi fundamental əsasları var. Xatırladıram ki, 2009-cu ilə qədər Amerika Birləşmiş Ştatları dünyada neft istehsal olunan neftin təqribən 1/3-ni istehlak edirdi. Yəni, xaricdən alırdı. Çox ciddi Venezueladan, Ərəb yarımadasından neft alımı həyata keçirirdi. Amma 2009-cu ildən başlayaraq Amerika Birləşmiş Ştatlarında Slants adlanan bir Slants inqilabı, şist qazı və şist nefti inqilabı baş verdi və çox ciddi şəkildə istehsal artmağa başladı. Və Amerika Birləşmiş Ştatları 40 il bundan öncə bir konqresin qərarı ilə Amerika ərazisində istehsal olunmuş neftin və neft məhsullarının xarici satışına qadağa qoymuşdu. Bu ilin avqust ayında ilk dəfə olaraq Amerika Konqresi 4 şirkətə gündəlik 600 min barel həcmində neft və neft məhsullarının xaricə satışına icazə verdi. Bu da çox böyük bir hadisə idi və bu hadisənin nəticəsində dünya bazarlarında neftin qiymətinin enməsi prosesi paralel olaraq başladı. Bundan digər fundamental səbəb isə dünyada neftin qiymətinin enməsinə Çin bilirsiniz ki, dünyada ən çox sürətlə inkişaf edən ölkə idi. Hər il 2 rəqəmli inkişaf səviyyəsi var idi. 9.8 ilə 11% arasında ümumdaxili məhsulu artırdı hər il. Bu il ilk dəfə olaraq Çinin ümumdaxili məhsul artımı 7% qədər endi. Avropa Birliyi ölkələrində isə ümumiyyətlə resessiya müşahidə olunur bir çox ölkələrdə və ümumi Avropa Birliyində iqtisadi artım 0,5% həcmindədir. O da Almaniya iqtisadiyyatının gücünə görə müəyyən dərəcədə artım hiss olundu. Yəni, bütün bu fundamental məsələlər təbii ki, enerji daşıyıcılarının qiymətinə birbaşa təsir göstərəcəkdir. Necə ki, göstərdi və neftin qiyməti birjalarda sürətlə enməyə başladı. Bugün $80 civarındadır. Amma çox güman ki, yaxın gələcəkdə, məsələn, ayın 27-sində OPEC-in toplantısı var Viyanada və hasilatın azalması ilə bağlı Venezuela bir məsələ qaldırıb. Amma çox güman ki, hasilatın azalması baş verməyəcək, çünki Ərəb ölkələri bunun əleyhinədir. Və noyabrın 27-sindən sonra neftin enməsində daha ciddi sürətli aşağı enməsi prosesi baş verəcək və biz yaxın bir həftədə bunun şahidi olacaq. Natiq bəy, bu həftə Azərbaycan gündəmində də büdcə müzakirələri yadda qaldı. 2015-ci ilin dövlət büdcəsi Milli Məclisdə müzakirə olundu. Bununla bağlı istəyərdim fikirlərinizi alaq. Azərbaycanın 2015-ci il büdcəsi çox təəssüf ki, keçən illərə nisbətən ciddi dəyişikliklərlə yadda qalmadı. Bir standart bir model qurub hökumət və bu standart modelə uyğun olaraq Azərbaycan büdcəsini hər il təqdim edir. Baxmayaraq ki, bayaq da dediyim kimi, dünyada çox təlatümlü proseslər gedir və dünya iqtisadiyyatında çox ciddi dəyişikliklər baş verir və bir çox dünya ölkələri, əsasən də enerji daşıyıcılarından asılı olan ölkələr, öz büdcələrini bir neçə ssenari ilə yazmağa çalışırlar. Hətta Rusiyada 3 ssenari var. Digər ölkələr də buna uyğun olaraq bir neçə ssenari ilə öz büdcələrini hazırlayıblar.
Amma Azərbaycan hökuməti çox təəssüf ki, yenə standart bir modellə keçən illər nisbətən bəzi parametrlərə yüngülvari dəyişiklik etməklə tək bir variantda büdcə layihəsini təqdim etdilər və büdcə layihəsinin müzakirəsi həm cəmiyyətdə, həm parlamentdə çox sönük keçdi. Hökumət yenə də mütəxəssisləri, parlamentdən kənarda qalan mütəxəssisləri dəvət edərək bir dəyirmi masa keçirməyə illər öncə söz versə də bu sözünü yenə tutmadı. Yəni ictimai müzakirələr olmadı, televiziyalarda ciddi diskussiyalar olmadı. Sadəcə bir neçə iclasla parlamentdə bu məsələlər müzakirə olundu. Əslində isə büdcə hər bir ölkənin iqtisadi pasportudur və bütün ölkələrdə büdcə müzakirələri həftələrlə, bəzən aylarla çəkir və insanların bilgilənməsinə xidmət edir. Azərbaycanda bu baş vermədi dediyim kimi. Təhlükəli məqamlar nədən ibarətdir? Azərbaycan hökuməti büdcənin gələn il üçün büdcə parametrlərini neftin qiymətini 90 dollardan götürdülər. Çox güman ki, neftin qiyməti gələn il 90 dollardan xeyli aşağı ola bilər və bu gözləntilər var. Digər təhlükəli məqam ondan ibarətdir ki, neftdən asılılığı, büdcənin neftdən asılılığı ildən ilə artır. Nəinki azalmağa doğru gedir. Çünki hökumət dəfələrlə boynuna götürsə ki, neftdən asılılığı azaldacaq. Çox təəssüf ki, bunu bacarmır. Bundan əlavə, ölkənin xarici ticarətində neftin, qazın və neft məhsullarının payı 95%-ə qalxıb. Bu da çox təhlükəli bir rəqəmdir. Dünyada son məqsədə hesablanmış büdcə variantına keçilib bütün dünya. Bax, bu cür büdcələr hazırlanır ki, məsələn, bu il biz təmir tikintiyə en qədər vəsait ayıracağıq və bunun nəticəsində Azərbaycanda və yaxud da hər hansı bir ölkədə filan problemlər həll olunacaq. Azərbaycanda bu belə deyil. Azərbaycanda ancaq ayrılan vəsait göstərilir, amma bu vəsait hansı problemləri həll edəcək, son nəticəyə necə təsir göstərəcək, bununla bağlı hökumətin heç bir addımı yoxdur. Natiq bəy, bu həftə Milli Məclisdə ən çox müzakirə olunan məsələ kreditlərin faiz dərəcələrinin yüksək olması oldu. Bundan çıxış yolları nədir? Necə eləyə bilərik ki, dövlətin də müdaxiləsi olmadan bunlar aşağı düşsün? Çox ağrılı bir məsələdir, amma çox belə maraqlı bir situasiya yaranıb ki, son illərdə həm hökumət tərəfindən, həm hökumət yönlü deputatlar tərəfindən, həm də müxalifət partiyaları tərəfindən ən çox dilə gətirilən mövzudur. Yəni, ölkədə demək olar ki, hamı bu faizlərin yüksək olmasından narazıdır, amma heç bir addım atılmır, faizlər aşağı çəkilmir. Ümumiyyətlə, dünya praktikasında iqtisadi rıçaqlarla faizlərin aşağı çəkilməsinin bəlli yolları var. Yəni, biz özümüzdən velosiped icad edə bilmərik bu yöndə. Bunun yolları nədir? İlk növbədə Mərkəzi Bank uçot dərəcəsini aşağı salmalıdır ki, bankların ucuz kreditə çıxış imkanları artsın. Azərbaycanda bu dəqiqə uçot dərəcəsi yüksəkdir. İkinci addım kimi bütün bu sahədə, yəni bank sferasında ciddi rəqabətli mühit yaradılmalıdır ki, oliqarxlara bağlı, məmurlara bağlı banklar bazarda hegemon mövqedə olmasın, digər bankların da bazarda normal şəkildə fəaliyyət göstərməsinə şərait yaradılsın. Üçüncü addım isə Azərbaycanın ən ağırlı məsələlərindən biri xarici investorların, xarici bankların, iri xarici bankların, söhbət Deutsche Bank kimi, Bank of America kimi, yəni çox böyük bankların Azərbaycana birbaşa girişinin təmin olunmasıdır. Azərbaycan 10 ildir ki, bu məsələni müzakirə edir. Müxtəlif səviyyələrdə müzakirələr gedir, amma çox təəssüf ki, qərar qəbul olunmur. Əgər iri banklar Azərbaycan bazarına daxil olsalar, necə ki, bu Türkiyədə, Gürcüstanda baş verir, bu həm faizlərin aşağı çəkilməsinə, rəqabətli mühitin yaxşılaşdırılmasına xidmət edəcək, həm də bank xidmətinin keyfiyyətini artıracaq. Azərbaycanda bank xidmətinin keyfiyyəti çox aşağı səviyyədədir. Yəni, əgər siz müqavilə bağlayan hər hansı bir vətəndaşla bank arasında müqavilələri oxusanız, görərsiniz ki, müqavilədə əgər 30 bənd varsa, bunun 29-u vətəndaşın bank qarşısında götürdüyü öhdəliklərə aiddir. Bankın heç bir öhdəliyi demək olar ki, müqavilələrdə nəzərdə tutulmur. Bu da bank xidmətinin keyfiyyətsiz olması ilə nəticələnir. Yəni, bütün bu üç addım ardıcıl olaraq atılarsa, Azərbaycanda təbii ki, həm bank faizləri aşağı düşəcək, həm də xidmətin keyfiyyəti yaxşılaşdırılacaq. Digər, dövlətin edə biləcəyi məsələ isə böyük bir registrin yaradılması və hər bir insanların kredit tarixçəsinin olmasıdır. Necə ki, sivil dünyada bu belə baş verir. Yəni, artıq hər hansı bir banka getdikdə səndən arayış, şəxsiyyət vəsiqəsinin surəti və digər sənədlər istənilmir. Sənin kredit tarixçən olur, bu sənin şəxsiyyət vəsiqən kimi, sürücülük vəsiqən kimi bir sənəd olur və bütün bank sistemi mərkəzləşdirilmiş qaydada o sənin kredit tarixçəndən istifadə etmə hüququna malikdir. Bu nəyə görə vacibdir? Dünyanın bütün ölkələrində, sivil ölkələrində kredit tarixçəsi yaxşı olan müştərilərə banklar
banklar mütləq endirimlər edir. Yəni banklar pis müştəri ilə yaxşı müştəri arasında mütləq ayrım qoyur və yaxşı müştərini ödülləndirir. Azərbaycanda isə bu belə deyil. Əgər mən bir bankdan vəsait götürüb vaxtında ödəyirəmsə, digəri də vəsait götürür, amma çox pis ödəyirsə, vaxtında ödəmirsə, bizim faizlərimiz eynidir. Yəni bu diskriminasiyaya son qoymaq lazımdır və dövlətin ata biləcəyi addımlar bunlardan ibarətdir. Bəs görəsən sadə vətəndaşlar növbəti ilin dövlət büdcəsi haqqında nə düşünür? Onlar Milli Məclisdə gedən büdcə müzakirələrini izləyirlərmi? Bu haqda vətəndaşlar arasında sorğu keçirdik. Bu həftə dövlət büdcəsi müzakirə olundu Milli Məclisdə. İzlədiniz müzakirələri? Yox, izləmədim. Növbəti il dövlət büdcəsi necə xərclənəcək? Bundan məlumatınız yoxdur? Yox, heç bir məlumatım yoxdur. Maraqlı deyilsiniz ki, yoxsa? Maraqlıdır, amma bilirəm ki, bir xeyri olmaz. Yox, izləmədim. İndi növbəti il dövlət büdcəsi necə bölünəcək? Bu sizin üçün maraqlı deyilmi? Mənim üçün nə maraqlıdır ki? Bu büdcə bölənlər var axı, mən nə iş var? Xeyr, ona yalan deyirəm, baxmamışam. Ona baxmamışam. Amma 2015-ci ildə artım gözlənilir, səhv eləmirəmsə. Yox, izləmirəm. O qədər də televizora mən baxmıram. 2015-ci ilin büdcəsində nələr olacaq? Hansı sahəyə nə qədər ayrılacaq? Məlumatınız varmı? Mənim heç nədən məlumatım yoxdur. Mən ancaq sadəcə olaraq ev işi ilə məşğulam, elə şeylərə baxmıram. Vaxtım olmadı, xəstə idim, yatırdım. İzləməmişəm. İndi 2015-ci ildə dövlət büdcəsi necə bölünəcək? Bu sizin üçün maraqlıdırmı? Maraqlı olar, ancaq məlumatım yoxdur. İzlədim, qızım, sənə qurban olum. Nəzərinizə çatdırım ki, Milli Məclisdə gedən mühazirləri hamısını həyata keçirə bilmirlər. Başa düşürsünüz? Çünki mane olan insanlar çoxdur. Kredit faizləri çox pis və çox yüksək. Amma baxır istehlak kreditlərinə. Yəni avtomobil krediti aşağıdır, amma istehlak kreditləri çox yüksəkdir. Yəni 32%-dir, belə deyək, yüksəkdir. Amma avtomobil krediti belə baxanda o birisindən nisbətən normaldır. Çox götürürəm, götürmüşəm, çox narazıyam. Bütün insanları müflis eləyir banklar. Nətər deyəm, kimə necə hər biri qoy elə eləsin. Mən durum nə deyəm? Faizi çoxdur da, həddən artıq çoxdur. Siz özünüz kredit götürmüsünüz? Yox, sərf eləmən o qədər götürmürəm. Xeyr, mən heç vaxt ehtiyacım olmur. Azərbaycanda çoxdur kreditlərin faizi. İndi kimdə kredit götürmüşəm, nə də faizlə xəbərim var. İndi indi cavab verə bilməyəcəm. Kredit götürürsünüz ümumiyyətlə? Yox. Kredit götürməmisiniz, banklarla əlaqəniz yoxdur? Mən şəxsən sizə bir də onu deyərəm ki, o kredit alan ağlı yoxdur. Ona görə ki, bunların qanunu yoxdur, bank işçilərinin qanunu yoxdur. Cəmaatın qanunu içirlər. 10%, 12%, 15% və 20% olar, faiz olar. Mənlə olsa, mən cənab prezidentə müraciət edib deyərdim ki, bütün bu bank işçiləri yoxdur, onların hamısını həbs eləsinlər. Ən böyük qatı cinayətkarlar olardı. Cəmaatı bu günə qoyan da bank işçiləridir. Mənim balam. Məsləhətim də odur ki, krediti heç nə almıyor. Krediti heç nə götürmür. Çünki bunlar oyundur. Bu həftənin manşetləri haqqında bu qədər. Növbəti həftə sonunda görüşənədək.